Bir şey də söyləyim. Biz indi hamımız neftdən, qazdan danışırıq. Neftdən, qazdan. Bu günlərdə belə bir məlumatla tanış oldum ki, İran İslam Respublikası əgər ona qarşı Qərbin təzyiqləri zəifləməsə, onda növbəti bir addıma imza atacaq. Addım nədir? Fars körfəzinin regionunda bu 6 ölkə var, Fars körfəzi ölkələr dövlətlərinin liqası. 6 ölkənin bir problemi içməli su problemidir. Onlarda içməli su yoxdur. Və Səudiyyə Ərəbistanda o suyu, dəniz suyunu təmizləyən böyük nəhəng bir qurğu var. Və həmin qurğu Fars körfəzi regionu ölkələrinin 60% içməli su ilə təmin edir və İran deyib ki, biz həmin qurğunu vurub partladacağıq, qoy həmin ölkənin əhalisi susuz qalsın. Yezidliyi özləri eləyəcəklər. Yəni bir müsəlman ölkəsi başqa müsəlman ölkələrin əhalisinin su ilə, susuzluqla imtahana çəkəcəyini bəyanatını verir. 40 ildir bu rejim 79-dan bu yana bütün ideologiyaları Yezidə lənət oxumaq üzərində qurulub. İndi Yezidliyi özləri eləyəcəklər.